Avropanın təqribən 70% həmin qəhrəmanlıq nümunəsi olan müsəlman gen hüceyrələrindən bəhrələnib. Araşdırmacı professor keçmiş KGB polkovniki Rövşən Novruzoğlu'nun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış və tezliklə kitab halında nəşr olunacaq ölüm hüceyrələri və ya genetik ölüm adlı tədqiqat əsərində əsasən 20-ci əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSR adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi modern imperiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genofondu üzərində apardığı vəhşi qətliam və zorakılıqlarla müşahidə olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarının soykökümüzdə izi buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsir genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışır və çalışmaqdadır. Həmin tədqiqat əsərinin ən maraqlı məqamlarını sizlərə təqdim edirik. Xurşov İmam Hüseynlə bağlı məlumatları əzbərləyib. Kəşfiyyat mayoru Lebedev yazır ki, Sovet İttifaqının rəhbəri Xurşov artıq müsəlmanların başçısı olan İmam Hüseyn haqqında müfəssəl məlumatlara malik idi. Mən özümə tez-tez sual verirdim. Kremldə nə baş verir? İmam Hüseyn Xurşovun nəyinə lazımdır? Mən bu suallara hələ cavab tapa bilmirdim. Millətin əsl Azərbaycanlı olmaq şansı artıq azalırdı. Başqa bir məlumatda isə bunu Kremlin mühafizə və təhlükəsizlik dəstəsinin rəis müavini Kamarovun şəxsi arxivindən oxuduq. Polkovnik Kamarov iddia edir ki, artıq Kremldə hamı İmam Hüseyn haqqında çox ciddi məlumatlara malik idi. Ehtiyat edirdilər ki, ölkə başçısı bununla bağlı əməkdaşları sorğu-suala tutsun. Kremldə 1954-cü ilin martın 12-sində keçirilən qapalı yığıncaqda çıxış edən kəşfiyyat polkovniki, kimyaçı alim professor Klebnikov öz şəxsi qovluğu üçün yazdığı məktubda açıq etiraf edirdi. Dostumuz və həmkarımız Lebedevin İmam Hüseyn dərsləri bizim hamımızı çaşdırmışdı. 1954-cü ilin aprelin 25-də bizim genetiklər qrupu Baş Kəşfiyyat İdarəsinin və Səhiyyə Nazirliyinin birgə işlədikləri Mutasiya 11 layihəsini həyata keçirməli idik. Bizim üçün Azərbaycan regionlarında işləmək daha asan idi. Çünki indiyədək həyata keçirilən genetik layihələr öz bəhrəsini vermişdi. Millətin əsl Azərbaycanlı olmaq şansı artıq azalırdı. Tarixdən və çox qədim sənədlərdən öyrənmişdik ki, əsl Azərbaycanlı ilə danışmaq, söhbətləşmək çətin məsələdir. Millətin əsl Azərbaycanlıya məxsus genetik göstəricilər. Etiraf edim ki, elmi nəzəriyyəmizə görə dünyanın heç bir millətində belə güclü genetik göstəricilər yoxdur. Çox nadir və tədqiq olunası göstəricidir. Amma bütün bunlar bizim layihələr çərçivəsində ram edilmişdi. Biz indi rahat işləyirdik. Azərbaycanda əsl Azərbaycanlılarla əsl Azərbaycanlı olmayanlar arasında qarşıdurmalar yaranırdı. Sovet hərbi kəşfiyyatı artıq həmin vaxt ərəb ölkələrinin birindən, müsəlman mənəvi liderlərindən olan İmam Hüseynin genetik kodlarını əldə etmişdi. Bu, Sovet kəşfiyyatının ən böyük qələbəsi idi. İmam Hüseynə məxsus gen hüceyrələri öyrənilib, o diridir. Əlbəttə, bu dövrü üçün çox ciddi bir məlumat idi. Sovet alimləri akademik Beglov, Tumanov belə bir qənaətə gəlmişdi ki, müsəlman tarixini mübariz və qəhrəmanlıq dastanını yazan, igidliyin və mərdliyin bünövrəsini qoyan İmam Hüseynə məxsus gen hüceyrələri ölməyib, o diridir. Və Avropanın təqribən 70%-i həmin qəhrəmanlıq nümunəsi olan gen hüceyrələrindən bəhrələnib. Bu ola bilsin ki, bizim qənaətdir. Amma tarixin həqiqət üzü də var. İnsanın genetik hüceyrələri min illər boyu yaşamaq qabiliyyətinə malikdir. Sadəcə həmin mühit və iqlim bəs edir. Azərbaycan xalqını aciz və məqsədsiz, yazıq, mütük kölə gününə salmaq planları üzrə işlər bugün də davam edir. Araşdırma materiallarına görə 1954-cü il iyunun 25-dən başlayaraq Azərbaycanın 9 rayonunda və 36 yaşayış məntəqəsindən başlaması nəzərdə tutulan epidemiyaya qarşı regionda geniş vaksin əməliyyatı planı həyata keçirilməkdə idi. Məqsəd isə aydın idi. Gen hüceyrələrini zəiflətmək, onun inkişafını ləngitmək, sonunda
vurub sıradan çıxarmaq. Bu isə bizim milləti aciz və məqsədsiz yazıq gününə salmaq həvəsində olan millətin planı olaraq qalır.